bəzən deyirlər ki, siz Peyğəmbəri poçtalyon kimi təqdim edirsiniz. Bu da yanlışdır. Həzrəti Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm. Mən dostuma Məhəmməd deyə müraciət eləmək istəyirəm. Dövlətmi qurmağa çalışdı? Var, dövlətmi yığmağa çalışdı? Yoxsa övladlarını haralarasa yerləşdirməyə mi cəhd elədi? Xeyr. Biz Peyğəmbərsiz din ortaya çıxarmağa çalışdıq. Bu tamamilə yanlışdır. Peyğəmbərimiz yeri gələndə xəstələnib də, yeri gələndə zarafat eləyib, yeri gələndə əsəbləşib də, yeri gələndə hətta yoldaşlardan boşanma həddinə də gəlib çatıb. Yoxsa Peyğəmbəri sadəcə şəhvət düşkünü bir insan kimi təqdim edilməsinə qarşıyıq. Gəlib özünü digər kişilərin yanında daha yaxşı bir kişi olduğunu mu göstərməyə çalışırdı? Peyğəmbəri siz bunu deməklə aşağılayırsınız, alçaldırsınız. Biz o zaman daha güclü bir Peyğəmbər təsəvvürümü yaradırıq, yoxsa şəhvətpərəst bir Peyğəmbər fikrini mi ortaya atırıq?